qıcıqlandıran məni Orxan Şahbazdan Toğrul Səmədoğlu. Qıcıqlandırır, amma girib kommentə mənfi bir şey yazmaq mənim əlimdən gəlməyib. İnsanların maraq və mənəviyyatları üst-üstə düşməyəndə insanlar saxtakar olurlar. Maraq və mənəviyyat dediyim şey nədir? Əgər mənim cəmiyyətim deyirsə ki, X adlı müğənnilər əxlaqsızdır, o müğənnilər niyə xalq artisti və məşhurdular? Əgər mənim cəmiyyətim deyirsə ki, filan hərəkətlər eləyən qadınlar tərbiyəsizdirlər, bu qadınlara niyə ehtiyac var və bu qadınlar niyə ön plandadır? Niyə hər kəsi dindirsən deyəcəklər ki, əxlaqsızlar baş alıb gedir. Ziddiyyətdir də bir-birinə, düzdürmü? Çünki insanın marağı ilə mənəviyyatı bir-birinə uyğun gəlmir. Buna sosial psixologiyada parasosial inteqrasiya deyirlər. Daxilən ona qarşı bir inteqrasiyası var, amma onun üzərində bir ad var, ləkə var deyə o ondan da biri kimi görsənmək istəmir. Daxilən gizlin olaraq onu ön plana çıxarır, amma ümumi olaraq kütləviləşdirmir. Əgər elə olmasaydı, ziddiyyətlər olmazdı. Ən tərbiyəsiz hesab edilən adamlar ən məşhurlar olmazdılar. Ziddiyyət də